Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif informatika iş dəftərindən səhifə 36 və 37-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Klaviatura. Çalışma 1. Açar sözlərdən istifadə etməklə mətni tamamla. Klaviatura. Klaviatura vasitəsilə kompüterə informasiya daxil etmək olur. Klaviaturada 100-dən çox klaviş var. Klavişlərin əksəriyyəti informasiyanı daxil etmək üçün, bəziləri isə kompüteri idarə etmək üçündür. Kompüteri idarə etmək üçün klaviatura vasitəsilə ona komandalar verilir. Klaviaturada hərf və rəqəm klavişlərdən başqa xidməti klavişlər də var. ESC, Shift, Delete, Enter klavişləri xidməti klavişlərə aiddir. Kompüterdə yaxşı işləmək üçün ən vacib şərtlərdən biri klaviaturada düzgün işləməyə bacarmaqdır. Açar sözlər: kompüter, informasiya, klaviatura, klavişlər, komandalar, xidməti klavişlər, ESC, Shift, Delete, Enter klavişləri. Həmin bu sözləri uyğun gələn yerlərə biz yerləşdirmiş olduq. Çalışma 2. Boş yerlərə uyğun sözləri əlavə et. Backspace klavişini basmaqla mətndə kursordan solda yerləşən simvol silinir. Delete klavişini basmaqla mətndə kursordan sağda yerləşən simvol silinir. Deməli, çalışma 3. Enter klavişini qırmızı, backspace klavişini yaşıl, boşluq klavişini isə göy karandaşla boya. Siz də buna uyğun olaraq həmin yerləri verilmiş rənglərlə boyamış olarsınız. Çalışma 4. Qırmızı karandaşla hərf klavişlərini, sarı karandaş isə rəqəm və riyazi əməlləri göstərən klavişi rənglə. Gördüyünüz kimi biz qırmızı karandaşla hərfləri boyadıq, sarı karandaşla isə rəqəm və riyazi əməlləri boyamış olduq. Yəni riyazi əməllər toplama, çıxma, mötərizə. Çalışma 5. Hər klavişin adını uyğun işlə birləşdir. Enter klavişi hərf və rəqəmləri kompüterin yaddaşına göndərmək. Boşluq klavişi sözlər arasında yer qoymaq. ESC klavişi proqramdan çıxmaq üçündür. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.